Bilirsiniz ki, bir neçə gün qabaq, əziz dostlar, saxta orden, medallar, belə müxtəlif təyinatlı vəsiqələr hazırlayan insanlar həbs olundular. Bunlardan biri bizim Prime TV-yə çox yaxşı tanış olan Rasim Məmmədov da, Mikrob Rasim də, tanıyırsınız yəqin onu hamınız. Təzə çıxmışdı türmədən, tutdular. Biri İlhamə Quliyevanın bibisi oğludur, elə yəni hər kəs onu yaxından tanıyanlar bilir ki, elə ancaq basıb bağlamaqla məşğul idi Eldar İsmailov. Və biri də Füzuli Rıza Quliyev, açığı mənim fəaliyyəti haqqında heç bir informasiyam olmur, amma bu iki şəxsi tanıyıram. Məsələ burasındadır ki, bax, bu Rasim Məmmədov getdi həbsxanaya da yatdı. Bilirsiniz ki, onu bir neçə il öncə həbs eləmişlər. Çıxdı, harada oturur? Azərbaycan nəşriyyatıdır. Mən burada soruşuram, həmin Azərbaycan nəşriyyatında bir xanımı müdür qoyublar. Bu Azərbaycan nəşriyyatı maşennik təşkilatlar üçün nədir? Pitomnikdir. Özü bir neçə yəni bu strukturun bir neçə bir otaqdan tualetinə də qıfıl qoyur. Orada bizim o mərtəbədə bizim çalışan dostlarımız var. Deyirlər ki, bura Rasimindir, Rasim yoxdur deyə buranın açarını bizə vermirlər. Təsəvvür edirsiniz, yəni Azərbaycan nəşriyyatı ki, ora zamanında media üçün yaradılıb, media strukturlarının yerləşməsi üçün yaradılıb və uzun illərdə elə bu təyinat üzrə fəaliyyət göstərib. İndi yaxşı, bu maşenniklərin orada nə iş var? Bu Rasimi 30 dəfə tutublar. Gedirsən, qapısında Prezident İlham Əliyevin şəkli, birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəkli, Azərbaycan xalq artistlərinin şəkli. Bu Azərbaycan nəşriyyatında ümumiyyətlə o mərtəbəyə çıxıb bir baxan varmı ki, artıq gör biz Rasim indi yəni axır vaxtlar bunun belə populyar şəxs oldu, tutulmalarının sayını millətin gözünün qabağında olub. Buna qədər bu 4 dəfə məhkum olunub. Hamısında da faktiki olaraq belə dələduzluq, kiməsə atıb, kiməsə satıb, kimisə satıb. İndi bu adamların qapılarında niyə bizim dövlətimizin simgələri asılmalıdır? Bizim gerbimiz, bayrağımız, prezidentimizin şəkli, Azərbaycanın xalq artistləri, o onların arxasında gizlənir. Bax, sizin ağlınıza nə gəlib və sizin düşüncənizə nə gəlib ki, bunları görməyəsiniz? Bax, özlərinə tayları, tuşları da tapıblar. Bu orden medallardan satıblar. Biri də mənim mandatım Eldar Quliyevdir, bilirsiniz də, 28 sayılı Sabunçu deputatı. Gedib Berdu Məhəmmədova bu saxta medallardan verir. Bu Azərbaycan üçün çox biabırçı bir hadisədir. Çox biabırçı bir hadisədir və bu biabırçı hadisədə adı alanlardan biri gedib 5-ci dəfə özünü parlamentə soxuşdurub oturub orada. Hələ yerinə, yurduna bu adamın bir manatlıq xeyri olmayıb. Amma Allah bilir, bu maşennik Rasimdən, bu maşennik Eldardan bu nə qədər pul verib, alıb bu medalı, aparıb asıb Berdu Məhəmmədovun yaxasına. Əslində çox ciddi skandaldır. Çox ciddi skandaldır, çox biabırçı bir hadisədir. Yəni bir deputat bilincində deyil, yəni onun ağlı elə oraycandır. Onun savadı, onun çevrəsi elə ora qədər düşünə bilir. Yəni düşünə bilən adam gedib Eldar İsmailovdan medal alıb, aparıb başqa bir dövləti milli liderinin yaxasına asması. Gürültülü alqışlardan, onları da indi o tədbirdən istəyirəm bir dənə bizim videomuz var. Efir rejissorumuz onu versin. Baxın orada yaşananlara. То, что вы недавно стали членом Совета Аксакалов Организации Турецкого государства. С этой точки зрения я хочу вас сердечно поздравить. Да здравствует дружба и братство Азербайджана и Туркменистана. Слава туркменскому народу, слава президенту Туркменистана и Аксакалу Туркменистана. Yəqin sizin də yadınıza, əziz seyircilər, bu kadrlara baxanda ünlü rejissor Eldar Reyzanovun Qafqaz Əsiri filmindən həmin o məşhur məhkəmə səhnəsi gəldi. Da здравствует наш суд, da здравствует наш суд, самый гуманный суд в мире. Yəni, baxın, belə adamlar deputatdılar Azərbaycanda. Millətin adlı, sanlı, bu millətin təəssübünü çəkən, bu millət üçün əməyini verməyi özünə bir vətəndaşlıq borcu hesab edən, ağlı, savadı, şuuru yerində insanlar isə qıraqdadılar. Bu insanları bəhbəhlə görün, aparıb paralara çıxardırlar. Bu insanlar təsəvvür edirsiniz, Eldardan
get sən medal al, apar Berdi Məhəmmədovun yaxasına yapışdır. Yəni bu bilirsiniz, bu bir mən indi bu da güya Ağsaqqallar Şurasının sədridir. Mən də bilmirəm. Yəni heç olmasa bunun bir saqqalı zad olsaydı deyərdik ki, Ağsaqqallar Şurasının sədridir. Mən heç kimin yenə deyirəm, şəxsiyyətinə işim olmur. Amma məsələ burasındadır ki, niyə bu adamlara meydan verilir? Niyə bu adamlar, bax Azərbaycanı bu şəkildə biabır eləyən adamları aparırlar, mandat verirlər, aparırlar vəzifə verirlər, aparırlar səlahiyyət verirlər. Bunun kimin yanında hörməti var axı? Bunu aparıb bu Ağsaqqallar Şurasına bunu sədr qoyurlar. Və bu adamın gördüyü işə bax. İndi ağsaqqalsan, gəlib çatmısan da ağsaqqal yaşına heç olmasa. Yəni başqa 2 dənə ağıllı adam yığ da. Bu maşenniklər necə olur? Hamısı sənin böyrü başında olurlar. Yəni heyrət Azərbaycandakı bir sıra prosesləri sözün əsl mənasında ağılla, normal düşüncə ilə anlamaq mümkün deyil. Deyil də. Nəyi anlayaq? Bu mənzərədə anlayacaq bir şey var. O 1500 bunlar deməli bu 3 nəfər qeyri-hökumət təşkilatının bu sədrində 1500 medal, saxta medal tutmuşdular. Düzü mən təcrübə elədim ki, 1500 medal üçün 1500 axmaq potensial, deməli axmaq lazımdır ölkədə. Biri də orada. Ölkə üçün çox ciddi şeydir, nəticədir ki, o 1500 deməli sən axmaq. Bazarları var da deməli. Hə, potensial axmağı hədəfləyirsən və indi məlum olur ki, bunlar beynəlxalq səviyyədə bu həqiqətən dələduzluqdur və əslində bu iki ölkə arasında skandaldır və yaxşı ki, Türkmənistanda ciddi müxalifət yoxdur. Yoxsa bundan istifadə edib deməli hökuməti söküb dağıdarlar ki, deməli böyük bir zal Türkmenistanın siyasi elitası, mədəni elitası, ağsaqqalı, qarasaqqalı qalxır və gürültü alqışlarla bu medalı alqışlayırlar və bir gün də Türkmenistan yuxudan ayılıb görəcək ki, bunun deməli rəhbərin döşünə taxılan medal saxtadır. Və bunu da yanına salıb aparan Azərbaycan Milli Məclisinin deputatıdır, Ağsaqqallar Şurasının da sədridir. Bilirsiniz, bu ən böyük problem bilirsiniz nədən yoxan? Bizim iş adamları, əslində Eldar Quliyev də bir iş adamıdır da, Azərbaycan İttifaqdan yüksəlib və həmişə ticarətin içində olub və çox ciddi maliyyə, çox ciddi maliyyə imkanlarına malikdir. Azərbaycan İttifaq dövlət içində dövlət olub, Azərbaycan İttifaqın minlərdən müəssisələri, dükanları, obyektləri olub, minlərdən və Azərbaycan İttifaqın əmlakı dövlət əmlakı olmadığına görə korporasiyanın üzvlərinin əmlakı idi və hamısı da özəlləşdirildi və bunun Eldar Quliyevin rəhbərliyi ilə bu çox ciddi şəhərin mərkəzində, Rusiyanın özündə bunların dükanları, konserv zavodları, çörək kombinatları, şərab zavodları, yəni çox ciddi bir strukturdur Azərbaycan İttifaqı. Yəni bu siz işi böyüyənin gərək özü də böyüsün, təfəkkürü də böyüsün, vizyonu böyüsün. Bunlar da fəlakətdir. Bunlar bilsin, yanında sənin 2 nəfər adam, ağıllı adam yoxdurmu? Sən bir dövlət rəhbəri ilə görüşə gelsən, ağıllı adam o yanında da gəlsin. Sən Türkmenistanla, yox bilirsiniz, indi əslində... Məsələn, ona gəlib deyirlər ki, beynəlxalq elmi jurnalda məqaləvi dərc etdirə bilərik, 30 min ver, o da inanır verir. O bilmir ki, o məqalələr uzaqbaşı 30 dollara dərc olunur. Yəni orada hər redaksiyanın ödəmə haqqı var, o da çap xərcidir. Uzaqbaşı aydındır ki, o məqaləni o baş yazmır, bunu görürsünüz də danışığını. Onu da bir yazan, bir Elmlər Akademiyasından bir adamı tap, 300 manat da ver, ona yazsın da. Amma məsələn, bu inanır ki, həqiqətən 30 mindir və ona görə, bu məqaləsinə görə ona falan universitetin fəxri professoru adı verə bilərlər. Düşünürsünüz, yəni bu adamları niyə gətirib çox Bakının çox önəmli bir bölgəsindən, yəni gətirib millət vəkili kimi soxuşdururlar parlamentdə. Niyə? Eldar Quliyev 5 dəfə millət vəkili olub. Millət vəkili deyəndə ki, deputat da. Hə, yəni Korporasiya Universitetinin rektoru. Açıq bazarda, əməlli başda verən bazar. Yəni o türklərdə var ya, 7-dən 70-ə təkamül devridir. İnsan alver-veriş eləyər, ticarətdən də məşğul olar, pul da qazanar, amma təfəkkürü də inkişaf eləməlidir. Vizyonu inkişaf eləməlidir. Fəlakət odur ki, bu boyda titulları, yəni bu qədər pulla dövlət strukturunda bu qədər çalışırsan, beyinə təsiri yox. İnsanlardan ünsiyyətli olursan və o 7-dən 70-ə təfəkkür şeydir də, təkamül devridir. İnsan həmişə müdrikləşməlidir. Məlum olur ki, bilirsiniz, bu insanlar öz təhlükəli formasını saxlayırlar və Azərbaycanda da bunu ağsaqqalı elan edirlər
və bunu göndərirlər Türkmənistana. Əslində indi bu həqiqətən bunun arxasında bir beynəlxalq bir skandaldır. İki dövlət arasında bir məsələdir. İndi Allahdan Türkmənistanda bir ciddi bir müxalifət olardı. Görün ölkə daş-daşdan oynayırdı yoxsa yox. Onun altından çıxmağa ölkə başçısının hünər istəyirdi ki, TikTok'u götürmüşdü indi komikslər başına. Hə. Yəni Azərbaycanda həqiqətən, yəni mən buradan bax mənə ən çox şahid burada bir gülüş hədəfinə çevirir. Bir ölkənin rəhbərini və o zalda əslində durub əl çalan adam onlar sıradan bir adamlar deyil. Ölkənin rəhbərliyi və siyasi elitasıdır. Mədəni elitası, ziyalısı, ağsaqqalı durur, alqışlayır. Sən bir ölkədən məzələni sən belə gobud deyirsən, zarafat edibsən. Yəni doluyubsan barmağına. Yəni bunu bu insanları seçənlər, təyin edənlər bilirsiniz. Mən səndən söz demişəm, o məzələr filan eləmir, başa düşdüyü ora qədərdir. Yəni onun təfəkkürünün sərhədi ora qədərdir. O elə bilirsiniz ki, məqsədli şəkildə gedib ki, getsin Berdu Məhəmmədovu pərtələsin, ona hardansa bir dənə taxta medal aparsın versin. Yox, onun vizyonu ora qədərdir. O elə bilir ki, medal satanda o qədər hər şeyi alıb satıb ki, o elə bilir ki, medalı almaq olar. Medalı təsis eləmək lazımdır. Medal qanunvericiliyi ilə tənzimlənən bir məsələdir. Hər yerindən duran medal çap eləyə bilməz. Küçədən dəmir yığıb Çinə göndərib oradan medal almaq olmaz. Ona diplom yapışdırmaq olmaz. Bunlar bunu bilmirlər. Nə olsun ki, o 25 ildir parlamentdə oturub. Bilmir də, xəbəri yoxdur. İnanmırsınız, nə istəyirsiniz and üçün ki, Eldar Quliyevin bundan xəbəri yoxdur. Eldar Quliyev bilmir ki, medalı necə təsis eləmək lazımdır. Zəng eləyin hörmətli həmkarlarım ona. Deyin ki, Eldar Quliyev, Eldar müəllim, belə də deyin. Bu medalı necə təsis eləmək olar? Məsələn, siz necə fikirləşirsiniz? Medalı necə təsis eləyirlər? Azərbaycan qanunvericiliyinə görə medalın statusu nədir? Onu necə təsis eləyirlər? Bax, görün o sizə nə cavab verəcək. Vallahi 2-3 dəfə müsahibə verib baxdım elə Bozbaşdan, Palatka toyundan filandan danışıb. Yəni heyrət içərisindəyəm. Və bu insanlara şərait yaradır. Bax, o Eldarın, digər Eldarın, İsmayılovun səsi dahi haralardan gəlmirdi. Özü beynəlxalq miqyasda. Haçan uçağa minirsən, oradadır. Kiyev uçağında oradadır. Moskva uçağında oradadır. Türkiyə uçağında oradadır. Belə fırlanırlar bu coğrafiyada ki, kimə harda ata bilərik? Və indi də axırda şükür Allah ki, mübahisə orqanları apardılar, qoydular içəri. İndi mən buradan yenə maraqlanıram. Görürsən o mikrob Rasimin yenə oradakı qərargahı, iqamətgahı, nə bilim, maşenlikliyindən məşğul olduğu mərkəzi orada fəaliyyət göstərəcək, yoxsa Azərbaycan nəşriyyatının rəhbərliyi ümumiyyətlə fikirləşəcək ki, yəni da bu qədər haqqında qanunsuz əməlləri məhkəmə ilə təsdiq edilmiş şəxsi mən burada niyə saxladım? Ümumiyyətlə oranın icarə haqqını kim verir? Mən bildiyim qədərilə onlar oranı icarəyə götürüblər. O icarə haqqını kim verir? Ora gəlib gedən adamlar hansı fəaliyyətlə məşğul olur? Yəni bu bir QHT-dirsə, bunun rəhbəri də həbs olunubsa, QHT də qeydiyyatdan falandan keçmir bax. Qalıb havada bir təşkilat. Oran ümumiyyətlə ora nə ilə məşğul? Niyə gəlirlər ora insanlar? Çox təəccüblü. Media fəaliyyətinə məşğullar. Ora ciddi adamlar bəzən gəlir cəmiyyətdən. Gələrdilər də. Yəni özü bir məsələ. Vallahi Söhrab Tahirə girişdilər. Nə bilim, Şəfəq Soltan qızından tutmuş, Vaqif Əlixanovdan tutmuş, nə bilim, Eldos Bayramdan tutmuş, Ramiz Quliyevdən tutmuş, Flora Kərimovdan tutmuş. Flora Kərimov dedi ki, burada mənə söyürdü ki, Rasimə niyə tək Ramiz sözlər demişim. Halbuki Rasim mən demişdi. Yəni, doldururdular orada. Siz onların 500 manatını, buradan soruşuram həmin adamların, vəfat edənləri Allah o dünyaları versin. Sağ olanlardan soruşuram ki, sizin oradan Rasimin özü üçün yaratdığı şirmadan 500 manat almağa ehtiyacınız var. Hər biriniz Azərbaycan tanınan, adı artıq brendləşmiş insanlarsınız da. Siz işinizi bir adamdan pul alındı, baxın ki, o pul kimdən alırsınız da. O pul kimin cibindən çıxır və o pul nədən əmələ gəlir? Hələ bu Rasimin FETÖ məsələsində mən danışmışdım ki, Qırğızistan da FETÖ-nun bir pulu yığılmışdı məktəblərdən. Onu çıxarda bilmirdilər. Azərbaycan üzərində 50 saxta şirkət yaratdılar Rasimin vasitəsilə, onu göndərdilər Avropaya. Və Avropadakı həmin strukturlar bizim üzərimizə burada hücum elədilər. Biz o təhdidlərdən nəhayət ki, canımızı qurtardıq. Şükürlər olsun ki, Azərbaycan hüquq mühafizə orqanları bu məsələdə Türkiyə ilə bərabər o şəbəkənin üstünü açdılar ki, bunlar əslində nə fəaliyyətlə məşğuldurlar. Düşünə bilirsiniz,
pandemiyanın ən qatı dönəmində bunlar FETÖ-nün Avropadakı insanlarını bura özəl uçaqla gətirmişlər. Şəhidlər Xiyabanına aparmışdılar. Sonra özü Rasim Şəhidlər Xiyabanında narkotik təsiri altında çıxış eləmişdi. Yəni onları yaymışdılar. Yəni bu qara adamlara ölkədə şərait yaradılır, imkanlar verilir, amma ölkənin savadlı gəncliyi iş axtarır, ölkənin ağıllı insanı fikirləşir ki, mən bu ölkədə necə yaşayım, başarıramsa bu ölkəni tərk eləyim, hara gedim. Yəni bu Azərbaycandan qurtulmaq istəyir insanlar. Bu qədər potensialı olan Azərbaycandan insanlar getmək istəyirlər. Baba bu cür naqisliklərin, bu naqislikləri yaradanların üzündən. Ona görə mən çox arzu edirəm ki, ölkə bir rifaha qovuşsun. İndi bu şəxslərin həbs edilməyi o deməkdir ki, hakimiyyətin içərisində bu tendensiyaları, bu qara həmin o cizgiləri Azərbaycanın gündəmindən çıxarmaq istəyənlər də var. Kaş ki, onların sayı çox olsun. Kaş ki, onların iradəsi daha üstün gəlsin. Bunları dəstəkləyənlərdən bəlkə Azərbaycan onda ağ günə çıxar. Mən ölkəmlə bağlı hər zaman ümidlə danışmışam. Hər zaman inanmışam ki, ən sonunda dibə vurub biz yenə yüksələ bilərik. Niyə? Çünki potensialımız var. Amma bu potensialı həyata keçirməyə bizə şans verməlidir. O şansı bizə hökumət verməlidir, dövlət verməlidir.